Salam, hər vaxtınız xeyir dəyərli kanal izləyicilərimiz. Bugün sizlərə Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksinə yaxın bir ərazidə yerləşən belə bir həyət evini təqdim edirəm. Evimiz deməli Vazın Kurğununa yaxın məsafədə yerləşir. Saray Novxanı yolu, yeni yolaya çox yaxın məsafədə yerləşir. Tam paket sənəddir. 8 daş kürsülü, 4 otaq, 120 kvadrat, tam paket sənəd. Giriş hissəsidir. Evin böyrünə rahatlıqla keçmək olur. Yəni evlər arası məsafə saxlanılıbdır. Gördüyünüz kimi pəncərələr dəmir barmaqlarla bağlanıbdır. Şəxsi tikilidir. Zirzəmi hissəsinə rahatlıqla girmək olur. Gördüyünüz kimi əşyaların hamısı buraya yığılır və hardasa 6 daş pilləkəndir. İndi isə sizi daxilinə tanış edin. Kombi və piti minutka var. Ayrı-ayrıdır. İstilik sistemi kombidir. Girişdən sağda burada bir şkaf var. Giriş hissədir. Giriş hissəsi genişdir. Otaqlar da genişdir, böyükdür. Girişdən solda mətbəx yerləşir. Onu da nəzərinizə çatdırım ki, evimiz əşyasız satılır. Yəni əşya istəyən olarsa, müəyyən məbləğ qarşılığında danışıb əşyalardan saxlamaq olar. Mətbəx mebeli gördüyünüz bu hissə hamısı tökümdür, yəni bu hissəsi prezapal deyil. Geniş otaqları var. Birinci yataq otağı burada yerləşir. Pəncərələr öz həyətinə baxır. Tam paket sənəd, ipoteka yararlı. Sanitar qovşağı burada yerləşir. Asma tavandır. Və burada isə yine də hamam otağı burada yerləşir. Uşaqlar üçün yataq otağı burada yerləşir. Döşəməsi taxtadır, amma çox səliqəli işlənib. Bura qonaq otağıdır. Maşallah, böyük geniş qonaq otağı var. Harası təxminən 30 kvadratdır. Bəlkə də artıqdır. Burada isə yataq otağı yerləşir yenə. Böyük geniş yataq otağı var. Qiymət ilk olaraq 107.500 manat təklif olunur. Real alıcıya endirim olacaq. Bir daha nəzərinizə çatdırım. Masazır qəsəbəsi Yeni Bakı yaşayış kompleksi yaxın ərazi. Novxanı Saray yolu, yeni yola, Vazın Kurğuna çox yaxın məsafədə yerləşir. Tam paket sənəddir. 4 otaq, 120 kvadrat. İlk olaraq qiymət 107.500 manat təklif olunur. Real alıcıya endirim olacaq. Əlavə suallarınız olarsa, ekranda qeyd olmuş nömrələrlə əlaqə saxlayıb suallarınızı ünvanlaya bilərsiniz. Kanalımıza abunə olub bəyənməyi unutmayın. Öncədən təşəkkürlər.